Bəzi xəstəliklər baş verməmişdən əvvəl bəzi siqnallarla özünü göstərir. Əgər siz gecələr sidyə durma, ağız quruluğu, susuzluq hissi hiss edirsinizsə, bu şəkərli diabetin bir əlaməti ola bilər. Şəkərli diabetin ən böyük əlaməti əlamətsiz seyr etməsidir. Bəzən xəstə illərlə diabet xəstəsi olaraq bundan xəbər olmaz. Amma xəstələri dindirdikdə, soruşdurduqda məlum olur ki, gecələr tez-tez sidyə çıxır, çəki alma son zamanlarda və yaxud da səbəbsiz yerə diyet saxlamadan çəki vermə, halsızlıq, yorğunluq, bəzən müvazinət itirilməsi, bəzi hallarda yeməyə yaxın, yeməyə qarşı bir dözümsüzlük, xüsusən şirin yeməklərdən sonra əl-ayağın əsməsi, ürək döyünmə, tərləmə kimi şikayətlər, biz buna tibb dilində reaktiv hipoqlisemiya deyirik, şəkərli diabetin əlaməti ola bilər. Ona görə bu əsas vacib, çox sidyə çıxma, susuzluq, müvazinət pozğunluğu, şəkərli diabetin əlamətlərindən biri olacaq reaktiv hipoqlisemiya əlamətləri, əl-ayaq titrəməsi, acılığa qarşı dözümsüzlük varsa, mütləq şəkərli diabetdən şübhələnib yoxlanmağınız lazımdır.